hazırlayıblar. Demək, birinci skeçimiz Azərbaycana düşməli olan peyk barədədir. Eşitmişsiniz o barədə? Bilirsən niyə belə durmuşam? Çünki bayaqdan çay gətirmirsən, metroda düşüb bütün duyğusallaşıram. Mən bunlar tutmuşlar nəfər. Heç biri yumamışam. Bəli, əziz izləyicilər, bu dəqiqə, son dəqiqə biz ölürük. Ana bizim dumanlarla yumaqla məşğuldur. Ay basınlar. Bugün Ay Azərbaycana düşən peykin Ay Seymur, gəlir. Atarı birlikte söndürəm də. Xanımlar və cənablar, Qırmızı Yumor Pro'ya xoş gəlmisiniz. Bravo. Bu günləri maraqlı, getdikcə təkmilləşən və formalaşan bir maraqlı stand-upla yanaşı Qırmızı Yumor komandası var, hansı ki skeçlər qurulur. İzləyicilərə buradan çox sağ ol deyirik ki, şans verdilər. Artıq Qırmızı Yumorun ikinci seriyası 10 minə yaxınlaşır izlənməsi. Ümid edirəm ki, bu da 100 mini keçər, 3-cü seriyası. Demək, getdikcə təkmilləşir, formalaşır. Həm Qırmızı Yumor komandası, həm daxildə stand-upçılar. Maraqlı skeçlər olacaq, gözləyir bizi. Uşaqlar əziyyət çəkiblər, maraqlı şeylər hazırlayıblar. Demək, birinci skeçimiz Azərbaycana düşməli olan peyk barədədir. Eşitmişsiniz o barədə? Sovet vaxtı buraxmışdılar göyə. İndi onun yarısı gəlirdi. Deyirdilər ki, Azərbaycana. Başımıza daş düşür, ey bala. Daş düşür başıma. Sen ananın başına daş düşürsün, daş düşür başımıza. Orada üşüyərəm görəm. Ya da harasa görə apararlar bizi az. Yeməyərək götürüm. Bu aş sevirəm, düz götürüm. Düzdən sonra uşaqlar nə yeyir? Ay Allah, indiki uşaqlar makaron yeyir, ancaq makaron. Su hardan tapacam az? Görün nə tapacam orada. Başqa nə yaparım? Sabahın xeyir bala. Neyse. Sən də uşaqsan. Neyse. Başımıza daş düşəcək. Bilmirsən, xəbərlərə baxmamısan? Az nə daş olsun, harda hansı kitabda yazılıb? Elə demək. Uşaqlar keçən dəfə baxanda gördüm. Özüm də hər gün baxıram. Baxmırsan, bir gün olsun da. Mən ancaq Ertuğrula baxıram. Mən ona şey baxıram. Nə düşür? Daş. Nə daş? Hə. Bax deməli, Hə. biz əgər günə 2 dənə çörək qutarırıqsa, həftəyə 14 çörək də dön evi yıxılsın. Gərək 50 çörək zakaz verim, gedim götürüm, sonra o dəfəki kimi yoxluq çəkərik çörəklə. Cəmaat artıb aparar. Təsəvvür elə ki, orada gedib qonşu Zahidədən şey istəyirəm də, mən çörək. Hala, çörəyimiz var. Nə danışırsan Təbii, ona inanırsan. O deyib gəlirəm. Sən ona inanırsan, Nəyinə inanırım? Bu daşın düşməyinə inanırsan. Az daş deyil, o SSRova peç buraxıb dəmir düşür yerə. Sən bir söz deyim. Ha. Baxdırmışam əslində. Deyir bizim evə düşməyəcək. Sir get. Allah haqqı. Bafta ondan düz deyil. Ziyəcə sən mən çalıyanım. Get. Bafta kartla baxır cəmaata düşür. O da onlar da bir Daşınla. Yaxşı görmə. Şeydir, uşaqların da gəlib onlarla da danış. Denən ki, bəlkə öləcək, bəlkə son nəfəsimizdir. Bir ata kimi məsləhət ver də, nə olar? Susacaqsan. Get çay gətir mənə. Get mənə çay gətir. İç. Yeyişən. Get çay gətir. İç. Vay, Ertuğrula bana dəmir düşür. Baba. Geçimdə Allah'ın da olsun. Bezmişəm. Axşamı xeyir ata. Baba, короче, məktəbdə dedilər ki, meteorit düşəcək, məhz bizim evə düşəcək. Nə düşəcək? Müəllimə dedi ki, Metro düşəcək, nə? Yox, Meteorit. yanında papa. Daş. Müəllimə dedi ki, nəsillikcə obşihamız qırılacaq. Sən də qızın hər bir şey deyilən sözə inanır. Dədənin nəsli qırılsın da. Mənim belimdən gəlib, mənim belimdən gəlib.
Görsən, babəyin oğlusan, sən babəyin oğlusan. Görsən, Şey, anasını oxşar. papa, bir dənə film var ya, təzə baxdım, Bruce fikir maraqlıdır. Arxadan verilən zərbə çox qəşəngdir. O arxadan verilən o deyil, arxadan vurulan zərbədir. Hoy! Qoduq! Ay, görün nə deyirəm. Deyirəm mən öləcəyik, siz nə danışırsınız? Azman. Qardaşımı, professoru çağırmış. Oo! Risovka gələcək yenə. Risovka dayın gəlir. Parmazon dayın gəlir. Stajı xəstə olan. Sən Parmazon. şükür elə, sən şükür elə. Parmazon dayın gəlir. Bax, Risovka gəlir. Keç, hayır, keç. Başısı qurban boyuna. Dur el. Mehriban Dur, olsun. Gəl, gəl qızım, atı qıçımda. İran xalçasına oxşuyur. Bunun nə boynu? Təpəmizə düşməyinə 13 saat 24 dəqiqə 23 saniyə qalıb. Nə düşür, nə baş verir? Qaqa, bax. Ertuğrul belə deyib ki, bir nəfəsinə belə hükm edəmədiyimiz bu dünya üçün boyu mu bükəcəz? Nə? Sənin boyu büsünlər. Gör kim deyib, neçə il əvvəl deyib. Mama, indi biz ölürük. Elə deyirlər də, nə bilim. Qurban Onda olsun. bir dənə canlı açımda sonra bilək. Canlı da öyle də. Dur. Belim qaçdı. Qaşı deyirəm, vur demirəm. Vuranda qızışmış. Qurban bu. Bir dənə problemimiz var. Nə oldu? Nə oldu? Mən baxanda elə bir ki Amerika saatına baxmışam. Hə. Bizim 50 dəqiqəmiz qalıb. Öyle deyil nə də. Bax, qardaşım. Mən bunlar tutmuşlar nədən? Ay, heç birini yumamışam. A, Tumuşa nə edir orada bu? Bəli, əziz izləyicilər, bu dəqiqə, son dəqiqə biz ölürük. Ana bizim tumanlarımız yumaqla məşğuldur. Və əgər biz ölsək, xahiş edirəm, buna baxın. Sən bir dəqiqə dayandır onu, bir dəqiqə. Ha, mənə baxın. Öldü, mütərid. Mənə Bunu bax. öldür də. Qulaq as. Qulaq as. Bu nəsə düşürsə düşür, düşürsə düşür, düşmürsə düşmür. Bunun bir yolunu tapmalıyıq ki, qurtulaq. Papa, sən kimi fəlsəfə insanı yoxdur. Gör nə deyirəm, o şey bilmirsən nə tər qorunmalıyıq. Birinci Bu keçidi ki... şişim deyilmişsin. Ay mama. Mən də sarışın deyiləm, qorxma. Mən topla bax. Çıxış yolları. Evinizə düşsə nə eləyərsiniz? Deməli, ay Zahir müəllim. Sual ver. Zor mənim, sual ver. Zor mənim. Ay, deyirəm 50 dəqiqəmiz, 45 dəqiqəmiz qalıb. Hər yol axtarın görək nə edirik? Hər yolu deyəndə ki, evi gəlib təmiz görmədilər də. Servantın orasından toz damlasa, nə deyəcək zalimə? Tüpürməyəcək üzünə. Gör nəyə inanır. Deməyəcək ki, getdim, gördüm ki, nə gündədir evi, toz basır. Olmadı bunun kimi. Olar, oxu. Birdən bunu almasalar, mən bədbəxt bunu kim ısırıyacaq? Anam, narahat olma. Məni buradan almasalar, məni buradan alacaqlar, tamam mı? Ona Deyirsən, bərabər Hacı. gedəsən. Ona görə də get cehizlərini çıxart indi də. Hazır elə. Hə, o da düz. Atasan, ata bir şey Tamam, dilənci. get. İzləyicilərimə Yox. deyərəm, səni bir söyərlər, sən oturub yerindən qalxa Səni bir söyərəm. Başa düşdün? Gizdirsən, Hacı. İzləyicilər nə kimi söyüşlər söylürlər? Azərbaycanda neftdən çox nə çıxır? De dayın kimi oğlanlar. Sizin Düşür, götürsən, qoyursan evə dəmirdir də istifadə edir. Və Bəli, olmur ver, əziz sakit dur. izləyici. Olmur versən metalımı satırsan, dəmirdir də, nə olacaq, pul qazanırsan. Bəli, əziz izləyicilər, atam deyir ki, onda düşür. Amma neynəmək? Çox maraqlıdır. Ölsöz nə edəcəksiniz? Mən onu bir də əlivə götürsən. Mən birincisi bunun anasından zadından uzaq yerdə olsun. Xahiş edirəm. Allah-u Teala eşit. Hə, sonra istəyirəm ki, buna yaxşı uzaylı tapım, evləndirim. Bu da ki, pasiyak da elə dədəsinlə bir yerdə hara düşsün. Mən dəxli yox. Dayan. Dəqiq konumu məlum olub. Buran göstər. Dədə ölürsən. Vay. Gəl biz düşəcək. Başına da düşmür. Nə? heç Bura rahat keç deyəm. bir dənə. Niyə? Anava yaxın ol, keç bura. Yox. Niyə? Keç bura. Keç bura! Qışqırma. Mən Mən bilirəm, adamı mən görürsünüz axı mənə ya. çox istəyirsən. Amma belə də yoxdur, nə olar ki? Ana ilə dəyişir. Gəl gəl bura. Mən hər Dədə yenə ölür. Görürsən, ölüm bilir, hekmi tapmaq lazımdır. Gəl bacımın yanına, ananla söhbətim var, gəl bura. Hədə nə oldu dayı? Keç sonra, keç sonra. Gəl çırp meteoru başıma. Deyirəm, Yığışdır da. kim sənlə var? Çona tərəfə. Çona. Ay, gizlənməliyik. Xəbərimiz var, Hə, gizlənməliyik. hara dəysən. Küstüm. Bilirsən niyə belə durmuşam? Çünki bayaqdan çay gətirmirsən, meteorda düşüb bütün duyğusallaşıram. 3 dəqiqəyə Duyğularımla öləcək. oynayır. 3 dəqiqəyə öləcək. Çayla nə olacaq ki? Gətir.
Boğazı yaşlamasa, buraya yaşlamasa getməyəcək. Öyle. Düşür də axırıncı bu çay içində mədəmə çay düşsün. Özdəki meteor düşsə, mən Ertuğrulun son sezonunu bitirməliyəm. Neçə dəqiqə düşəcək dedin? 4-5 dəqiqəsi qalıb. Elə zato reklamı da keçsəm 4-5 dəqiqə qutaran Ay son Allah. şeylə. Burada da belə olsa, vəsə ömrüm günüm gedir. Ay əziz ailəm, bunu zəhmət olmasa da bir dənə söndürsən də onu qoy qırağa. Harda gizlənirsən biz onu... Altında. Nə? Nəyin altı? Tapdın stolun altı, stolun altı. Fərq yoxdur. Hara Bir dənə mən gedirsən? zəng eləyim, bir dənə. Hara zəng gəlir? Gəl bura sən. Bir dənə. Ay bacılar, Merhaba dostlar, aziz izləyicilər. Bugün Ay Azərbaycan Seymur. Ruşen Peykin Ay Seymur, bura ay sertifikatı gəlir. Atarı birlikte söndür ata. Atarı birlikte söndür. Ay. Çəkmə lütfen, çəkmə. Xanım, neyinirdiniz burada? Neçə nəfərsiniz orada? Çəkmə, də 2 nəfəri. İki Çəkmə. nəfər neyinirsiniz orada? İşte bir şeydin ha. Lütfü, Çəkmə. Hopşuram. sertifikatınız var. Var göstərmirik. Bəli, əziz izləyicilər, Azərbaycanda bir evi başqa mərkəz adı ilə, ev adı ilə istifadə edirlər. Görən sertifikatları varmı? Sertifikatınız var. Qardaşınız kimsiz? Mən jurnalistəm və mənim haqqım var ki, bura ictimai yerdir. Mən gəlib Bura ictimai yerdir, bura mənim evimdir. Bura dövlət tərəfindən sizə verilən ictimai yerdir. Mənim haqqım var ki, gəlib burada sizdən sertifikat tələb Sən edirəm. kimsən? Mən jurnalistəm. Sən adımı təqdim elə zəhmət olmasa. Gedək başqa salonlara. kişidir bax, kişi. Ana, kişi Dörd nasıl? kişidir bu, kişidir bu, Əzdəyəman kişidir bu, görsən? Arada kişiliğini tutur. Hə, əziz ailəm. Qoyardınız, adardınız. Ana. Elə yaxşı oğlansan. Ana. Ana. Hamı cənnətə düşür. Yox, Sən dədən gülün nəsl cəhənnəmə düşür. 1, 2, düşürlər cəhənnəmə. Mənim nəslim haqqında çox danışsan. Bəs yalan danışanlar da cənnətə düşür. Yo, onlar Yo. cənnətlə cənnət proxadmı var, orada dayanırlar. Bir nə kişidir? Ana. Ana, onda ölməmişdən qabaq Ay canım. mən Mama qurban Mən- olma. ana deməli sən bir dənə sumkan var idi. Hə, Brand. Mən deyirdi nə ona əl vurma. hə. Mən də ona əl vurdum. Dəftəri içinə soxdum, cırıldı, məktəbə apar, bu boydaydı. Mənim aldığımı deyir. Bərəldi, dayan. Bərəldi. Mənim aldığımı deyir. Mən onsuz da öləcəm. Yaxşı, mənim də bir etirafım var. Nədir? Əziz Əmin dayı. Yaxşı söndür. Neynəmsən? O sənin vərəq kitabın var idi, bütün qeydləri oraya yazmışdın. Hə. Mən elə bir ki, yadında evdə torik kağızı bitmişdi. Sən də Küt sənin. Eləmə. Hə, öləcək. Hə, qol yaxşı idi. Mən Yaxşı. fəxr. Öləcək, eyb yoxdur. Səndən fəxr edirəm. Başıva, papa. Mən sənin yadında bir dənə şeyim var idi. Ən sevdiyim 18 ildir saxladığım belə gəmi var idi. Hə, mama qurban, hə. Hə. Mən elə bildim o üzür. Hə. Onu atdım, belə qoydum çaya. Yaxın çaya. Yox, bir dəqiqə də, bir Yaxın dəqiqə. çaya. Yox, bir dəqiqə, bir dəqiqə. Yo, yo, bura bir gəl. dənə də. Bura gəl dedim. Əlimi çək. Bura gəl. Əlimi çək. Bura gəl deyirəm sənə. Rıza Hüseynli əlimi çək. Şuma. Bura gəl. O da ki belə baxdı, prosta bilmədim də sonra. Onsuz da ölürük də, nə edirsən ey gəmini? Ölür. Bax, bir dənə misal verə deyib, kapitan gəmisi ilə bir yerdə batar. Sən də öləsən. Hə, oğlum düzdür. Düzdür, nədir? Düzdür, onsuz da öləsin. Yaxşı, mən də etiraf edeyim. Sənin də etrafın var. birinci etiraf eləsin sonra. Ristovka elə. Yeyim də daha keçən keçib. Hə. O jurnalist var idi. O mənə görə gəlmişdi. Ay Allah, eşitmək istəmirəm. Dalın Hə, eşit. elə yox, Yaxşı da, keçən keçib, gəl otur bura. Mənim də bir dənə. Əziz ailəm, siz evdə olmayanda mən bura qız gətirirdim. Nə gətirirdin? Qız gətirirdim. Mənə də deməm sənə. Sən nə tır dayı səni? Niyə? Niyə? Cavandır da. Cavanıq da. Eləyib. Öz evini yapmışsan. Mənim evimdə ana var. Burada ala yox da. Burada ala yox. Yalan deyirsən. Otur, otur. Mən də bir etirafım var. Sənin də. Hə. Nə? Sənin də. De, Mənim də etirafım. de. Həmişə yemək pişirsəni, deyirəm ki, çox dadlıdır. Əslində anamın yeməkləri sənkinə daha dadlıdır. Mən də qatılıram. Qatılıram. Böyrəyimdə daş çıxıb, duz Və duzdan. ikinci də şey var. İkinci şey. Mən adıma gəlir, telefonda şey gördün. Elşən Moyka. Bilirdin elə. Yox. O Moykanın şotkası deyil, o. Yox,
Fəraz. Sveta Mən xalaydı da. yox. Elə bildim etiraf eləyirsən Allah haqqı. Mən elə bil evdə Ertuğrula baxa Onu bilmirəm. deməyəcəm də, ölsəm də deməyəcəm. Dostum üçün qap bax. Baxam. Bir də evdə baxamırdım, dostum gildə bax. Evə sıçmışdılar bala. Yaxşı. Papa. Qızın işəmişdilər yorğan, neyini iyi basmış. Yaxşı da qanqarışıq salmayalım. Elnarə- Ölürük. Elnarən də demirsən. Otur, qadın başına dönürüm otur. Qadın alsın. Sən məcalyanın. Deyalım. İndi mən də deyim də. Deyil, dayı. Eşitmin, qulağınızı tutun deyirəm. Birinci Allah nasib yazıb gözüm. Allah Teala. Bunlara bayaqdan deyirəm ki, cəhənnəm, cənnət yalan deyənlər üçün zaddır. Üzr istəyirəm, amma böyüyü mənəm. Mən toğula baxım. Deməli, üzr istəyirəm birinci qaynanam adına. Onu əslində ilan demək istəmirdim, kobra ilandı daha doğrusu. Ebi yox, günahlarımı bağışla, ona bir də cadı eləməyəcəm. Onsuz da nə eləmişəmsə hamısı tərsini olub. Bilirdim ki, bir gün başıma daş düşəcək ona görə. Sonra onu da rədd elədim. Baldızıma keçdim. Gedirdik elə bil qaynanam gülə. Baldızım gül məndən marojda istədilər. Hamınınki çörəkliydi, onlar da çubuqluydu. Getdim, Sevqaş sabunları var. Sabunlar var belə. Biri karamelli istədi, biri sadə vanilli. Ayaqlarını nəsdir. Sabunları açdım, soxdum çöpə. Səhərə qədər köpük qısımlar. Sonra keçən dəfə də siz hamınız fanta istədiniz, qutarmışdı evdə. Yeter! Qurban olmuş olsun. Dadından hiss eləmişdim Allah haqqı. Mənə əzim-əzim sizin kəs gətirmişdim. Ümid edirəm o... Ona görə boyum dayanıb, ona görə sarılmışam. Siz ondan danışmayın, analar yəni marojna olmayanda sabunu marojna eləyəndə. Fanta olmayanda işiyəndi, dünəndə bu. Qazısı ilə qadın gətirib zıqqımladandı sizə. Başa Yeni düşürsünüz. xəbərlər başladı. Xəbərlərdə deyilir ki, Azərbaycana düşməsi planlanan SSR vaxtı buraxılmış peyk hal-hazırda Hind okeanına düşdü. Zahidə dedi, Bafta ilə Zahid özünü öldürdü ki, getmə. Axırda bunun Şey, gedəcək Hind okeanına. Əziz aləm etiraf elədi. Prosta ki, Sən mən var yox mən eləmişdin, tuşqa bağlı. Sən o yanlara kimisən?